Azərbaycan tarixində bir dənə qayda. Cənubi Azərbaycan, Tehran müqaviləsi. Tehran müqaviləsi idi. Bəli, həmin ildə imzalanmış müqavilə. Tamam. Daha sonra deməli, Rusiya deyildi. yox, niyə ki Qacarlarla İngiltərə arasında imzalanmış müqavilə idi? Tehran müqaviləsi 1814-cü ildə idi. Yaxşı, bəs İngiltərədə bütün o teatr idi, rəqs idi, dəbdəbəli əyləncələrdi. Bunlar qadağan edən nümayəndə kim olmuşdu? Protestantlar. Protestantlar ümumiyyətlə ona qarşı çıxırdı. Bəs kim idi o da qadağan eləmişdi? Protestantlar dəstəkləyirdi hətta. Oliver Cromwell idi, bəli. Bəs yaxşı, İngiltərədə hakimiyyətin Tanrı tərəfindən gəldiyi prinsipini kim irəli sürürdü? Stuartlar. Bəs bu ifadə nə zaman sındırıldı? Şanlı inqilab olandı. Aha, deməli 1688 şanlı inqilabla bu hadisə başa çatmış oldu. Daha sonra Rusiyada təhkimçilik nə zaman ləğv edildi? 1861-ci ildə idi. Həmin vaxtda çar kim idi? Kimin dövründə idi? İkinci Aleksandr. İkinci Aleksandrın zamanındaydı. Bəs yaxşı, ümumiyyətlə Rusiya tarixində çar ifadəsi kimə aiddir? İlk dəfə kim götürmüşdü? Dördüncü İvan götürmüşdü, bəli. Tamam. Daha sonra Rusiyanın böyük bir imperiya çevrilməsinə vaxtda düşür. 1721. Hansı müharibə nəticəsi? Şimal müharibəsinin nəticəsində idi, bəli, imperiya çevrilmişdi. Şimal müharibəsinin nəticəsində hansı dənizə çıxış əldə elədi ruslar? Baltik dənizinə. Bəs yaxşı, ruslar Qaradənizə çıxış nə zaman əldə etdilər? Donanma saxlama hüququ əldə etdilər. Yasada təsdiqlənəcək amma. Yasada təsdiqlənir. Kiçik qaynarca ilə, bəli, 1774 kiçik qaynarca ilə çıxış əldə edirlər, amma yasada isə bu proses tamamilə təsdiqlənmiş olacaq. Bəs Xəzər dənizinə çıxış nə zaman əldə etdilər? Gülüstan müqaviləsi ilə, bəli, tamamilə təsdiqlənməsi Düşmənçay müqaviləsi ilə təsdiqlənmişdi. Sonra Rusiyada hansı çar idi ki, azad taxılçılar haqqında qanun verməklə bir qədər təkimçiliyi yumşaltmışdı? Birinci Aleksandr. Birinci Aleksandrdaydı. Avropanın jandarmı kim idi? Birinci Nikolay idi. Aha, Dekabristlər hərəkatı 1825. Bu deməli hansı dövlətə fürsət verdi ki, müharibəyə başlasın ruslarla? Almanya. Qacarlar. Qacarlar idi, bəli, onlara fürsət vermişdi. Tamam. Bəs yaxşı, Prut yürüşü, Prut döyüşü nə zaman olub? 1711 Şimal müharibəsi gedişatındaydı. Hansı tərəf qalib gəldi burada? Osmanlılar. Bəli, Avropa nümunəsində nazirliklər yaradanlar. 3 nümayəndə. Birinci Aleksandr, bu bir. Sonra? Osmanlılarda kim idi? Osmanlılarda kim idi? Yox. Bütün sənə səfirliklər açmışdı. Mahmud, 2-ci Mahmud. Yaponiyada kim idi? Bəli, Muchihito idi. Yaponiyanın ilk konstitusiyası neçənci ildədir? 1889. Həmin ildə Osmanlıda nə yaradılmışdı? Hansı cəmiyyət? İttihat və Tərəqqi cəmiyyəti. Bəs Osmanlı tarixində ilk Burj inqilabı nə vaxt olur? Gənc Türklər hərəkəti nə vaxt olur? 1908. Bu ilk Osmanlı tarixində ilk Burj inqilabı sayılır. Bəs yaxşı, həmin bu gənc Türklər hərəkətinə hansı partiya demişdi ki, dəstək olmuşdu? Difai. Bəli, Difai partiyası idi. Bəs yaxşı, 1-ci Balkan müharibəsi? 12-13-cü ildə hansı müqavilə ilə yekunlaşır? London müqaviləsi ilə. Bəs London konfransı nə vaxt olub? 1871-də. Rusiyaya hansı hüquq təzədən qaytarılacaq? Aha, təzədən qaytarılacaq Rusiyaya hansı hüquq? Dənizlərə çıxmadan Hansı dəniz xüsusilə? Qara dənizdə idi. Bəs yaxşı, Qara dənizdə donanma hüququ nə zaman əlindən aldı ki, Londonda geri qaytarıldı? 1858-də oldu. 1856 Krım müharibəsinin yekunu və Paris müqaviləsi ilə. Bəs hansı müqavilə idi ki, bu müqaviləyə görə Osmanlının ərazi bütövlüyü təminat altına alınırdı Avropa dövlətləri tərəfindən? Krım müharibəsinin nəticəsində idi. Elə Paris sülh müqaviləsi idi. Bəli, Krımın nəticəsində idi. Bəs bu Krım müharibəsi gedişatında Osmanlı müttəfiq olan dövlətlər hansılar olmuşdu? Bəli, İngiltərə, Fransa, bir də Sardiniya idi, bəli. Roma bu Sardiniyanı nə zaman ələ keçirib? 146. 146 deməyəcək, müharibə gedişatında, elə deməli 3-cü əsrdə əslində. Sadəcə biz son nəticəni görürük ki, Siciliya idi, Sardiniya idi, Korsika idi ki, bu ərazilər ələ keçmişdi. Korsika demişkən, Korsikada işğalçı siyasət aparmaq üçün Fransaya dəstək olan nümayəndə kim idi? Süleyman. Bəli, Sultan Süleymanın dövründə idi. Tamam. Daha sonra Yaponiyada Burj inqilabı nə vaxt olub? 1863. Bəli, 67-68-ci illər. Bəs Şərq dünyasında ilk respublikalar nə zaman yaranmışdı? 1912. 12 yoxsa 11? 11-ci ildə idi Çində. Bəs Şərq dünyasında ilk demokratik respublika? AXC dövründə idi. Marna döyüşü? 14-cü ildə hansı dövlət həlledici tərkibdən xilas oldu? Fransa idi. Belçikanın bütövlüyünü pozan dünya müharibəsi gedişatında? Almanya. Hansı dövlət ki, dediyi müharibəyə qoşuldu, qalib də çıxdı, amma müharibənin gedişatına heç bir təsiri olmadı onun qoşulmasının. Yaponiya idi. Niyə? Amerikanın təsiri olmuşdu müharibə ilə ondan sonra yekunlaşacaq da. Deməli Yaponiya idi. Qoşuldu, qalib də gəldi. Sadəcə müharibə gedişatına hər hansı bir ciddi bir təsiri olmamışdı. Çanaqqale əməliyyatı neçənci illərdə?
15-16. 1915-16-cı illər tamam Osmanlıya qarşı olan deməli dördlər ittifaqının nümayəndəsinə qarşı bir mübarizə hesab olunurdu. İngiltərənin dominionları hansıları idi? Avstraliya və Yeni Zelandiya. Bəs yaxşı, bu Avstraliyanın təhlükəsizliyi nə zaman təmin edildi? Yaponiya. Yaponiya. Yaxşı, Mərcan döyüşündən sonra. Bəli, artıq təhlükəsizliyi tam təmin edilmiş oldu. Yaxşı, o dərsdə gedəndə həmçinin biz qayıtdıq axı bu İngiltərənin dominionu kimi də onu xatırlamış olduq. Daha sonra Almaniyada Çil inqilabı. Çil limanında fəhlələr inqilabı 1918-ci ildə idi. Tamam, bəs yaxşı, bu müharibədən sonra idi mi bu inqilab yoxsa müharibədən qabaq idi? Müharibə dövründə idi Aysa. Nə əvvəl, nə sonra. Müharibə gedişatında idi, müharibə yekunlaşmamışdan qabaq olmuşdu. Nəticə itibarilə də Almaniyada hansı idarə sistemində dəyişiklik oldu? Monarxiya devrildi. Bəli. Monarxiya devrildi və respublika. Almaniya tərəfindən ilk respublika quruldu. Tamam. Bəs yaxşı, faşist diktator Almaniyada nə zaman gəldi hakimiyyətə? 33-də. Bəs 39-da harda faşist rejimi quruldu? İspaniyada qurulmuşdu, bəli. Bəs Almaniya Fransanı nə zaman işğal elədi? 40-cı ildə. Fransa şimalı idi yoxsa cənubu idi? Şimalı idi, bəli. Bəs bütün Fransa torpaqları azad olundu nə zaman? 44-cü ildə. Həmin vaxtda Azərbaycanlı partizan kim idi? Partizançı bir nümayəndə. Armet Michel, yəni Əhmədiyyə Cəbrayılov idi ki, o da orada iştirak etmişdi, bəli. Kəndlilər imperiyasının dövrü. Və yaxud da Taypinlər. Bəli, 1850-64. 1850-ci ildə bir üsyan vardı, bir hərəkət vardı. O hərəkətin ən qızğın dövrü orada olmuşdu. Hansı üsyan idi o? 1850. Aysa, Babil hərəkətinin ən qızğın dövrü haraydı? 50-ci ildə Zəncanda idi. Zəncan üsyanı ilə Taypinlərin bir ortaq cəhəti isteh baxımından. Bəli, qadınlara kişilərlə bərabər hüquqların verilməsi və bir də ümumiyyətlə xarici təbəələrə qarşı və feodal zülmünə qarşı, hakimiyyətə qarşı ümumiyyətlə çıxmış bir üsyanlar hesab olunurdu. Yaxşı, Rusiyadan hansı üsyan idi ki, mütləqiyyət rejiminə qarşı çıxırdı? Dekabristlər, sonra bir də Burjuiya inqilablarını deyək. Çünki onlar da mütləqiyyət rejiminə qarşı çıxırdılar. Bəli. Aha, 1905-7-ci illər birincidir, 1917 ikinci idi, düzdür. Bəs yaxşı, 1905-7-ci illər birinci Rus Burjuiya inqilabı hansı hadisə ilə yekunlaşdı? Dumaların keçirilməsidir. Neçənci dumanın qovulması ilə? Üçüncü. Niyə? İkinci dövlət duması idi, onun qovulması ilə. Üçüncü duma 1912-də bitir axı. Hə, tamam. Bəs yaxşı, İngiltərədə Stuartlar sülaləsi həm düşmən idi bir dövlətlə, həm də nicət diplomatiyası əsasında qohumluq münasibətləri həyat sürürdülər. Hansı dövlət idi? Hollandiya. İspaniya idi, bəli. Tamam. Bəs yaxşı, İngiltərədə respublika dövründə parlament hansı dövlətin əleyhinə qanunlar verir? Ki, bu dövlətdən heç bir məhsul, yəni o dövlətin gəmisindən gəlməməli idi. Bəli, Hollandiya idi. Əvvəllər o gəmidən istifadə edirdilər, Hollandiya gəmisindən geniş istifadə olunurdu. Amma sonradan İngiltərə yavaş-yavaş öz donanmalarını, öz gəmilərinin əhatəsini genişləndirdikdən sonra parlament qərar verir ki, bir daha Hollandiya gəmisi vasitəsilə məhsul gəlməyəcək. Tamam. Hüquqlar haqqında bil İngiltərədə neçənci ildə? 1689. Bəs Amerika Birləşmiş Ştatlarında? 1791-ci ildə idi. 1791-də imzalanmış müqavilə? Yasır sülh müqaviləsi. Bəs yaxşı, indi 91-ci ildə hüquqlar haqqında bil verildi. İngiltərədə dediniz ki, 1689-cu ildə. Bəs bunların hansında insanlara söz fikir azadlığı verilirdi? 91-də. Bəli, yəni Amerikada olan idi. Bəli, bu ilk düzəliş idi. Bəs yaxşı, Amerikada nümayəndələr palatası yoxsa deməli senat idi. Senatorlardı xalq tərəfindən seçilən. Nümayəndələr palatası. Bəs yaxşı, senatorların xalq tərəfindən seçilməsi məsələsində nə zaman konstitusiya düzəliş edildi? 1913. Aysa 13-cü ildə həmin vaxt Amerika prezidenti kim idi? Woodrow Wilson. Qadınlara seçki hüququ verən kim oldu? Kimin dövründə oldu? Woodrow Wilson idi. Kimlər idi? Əslində qərar verilir və qəbul da edilir. Sadəcə etirazçılar kimlər idi? Protestantlar etiraz etmişdi. Amma ümumiyyətlə qanun qəbul edilmişdi. Bəs artıq bütün əhali qaradərlər belə artıq seçkilərdə iştirak edə bilərdi. Nə zaman olmuşdu Amerikada? Lyndon Johnson dövründə. Bəli, Lyndon Johnson dövründə təxminən 1968-ci ildə elə tamamilə bütün hər kəsə hüquq verildi. Bəs yaxşı, bu 1968-ci ildə qaradərlərə mülki hüquq da verildi, seçki hüquq da verildi və s. Bu mülki hüquq məsələsi konstitusiyanın neçənci düzəliş, hansı düzəlişində idi daha doğrusu orada verilmişdi, sadəcə təsdiqini tapmamışdı. 1866. Aha, indi il çıxıb sadəcə 1865 vətəndaş müharibəsinin sonunda qeyd olunur ki, ondan sonra artıq hüquq bərabərliyi verilmişdi, amma öz təsdiqini tapmamışdı. Bəli. Amerikada iki hakimiyyətliyə son qoyuldu. Bəli, vətəndaş müharibəsindən sonra. Bəs 1865-də iki hakimiyyətlik nə zaman qurulmuşdu? 61-ci ildə Cənub Ştatlarının öz dövlətini yaratması ilə 65-də də müharibə yekunlaşır. Bəs şimalda quldarlıq və ümumiyyətlə Amerikada artıq şimalda yox, bizə deyək, Cənubda quldarlıq və ümumiyyətlə Amerikada qullar münasibətləri başa çatdı. Nə zaman? 65-də. Dəqiq illə götürsək, 63 ilə götürəcək. Bəli, tam dəqiq illə götürsək, çünki hansı bəyannamə burada öz təsdiqini tapmışdı? Homestead haqqında. Bəli, Homesteadlər deyil, azad olmaqla bəyannamə ilə götürək. Çünki homesteadlər haqqında qanunda sadəcə torpaq verirdi, amma azad olma bəyannaməsi ilə artıq şimal 60-da verildi, 63-də təsdiqləndi axı və nəticədə Cənubda da quldarlıq tamamilə ləğv olundu və ümumiyyətlə Amerika Birləşmiş Ştatlarında quldarlıq ləğv edilmiş oldu. Amerikada vətəndaş müharibəsinin son nəticəsi olaraq hakimiyyət deyəcək kimlərin əlinə keçdi? Protestantlar. Yox. Burjuaziya və yeni zadəgan təbəqəsi.
Bəs yaxşı İngiltərə də hansı hadisədən sonra hakimiyyət keçir Burjuaziya və Yenizadeganların əlinə? 1689. Ay sağ ol, 1689. Elə bu birinci vətəndaş müharibəsi ilə artıq hakimiyyətə təmsil olunma hüququ alırlar. Hakimiyyət deyirik, hakimiyyətdə artıq parlamentlə bərabər onlar da təmsil olunurlar. Amma 1689-cu ildə hakimiyyət Burjuaziya və Yenizadeganların nəzarət altına keçmiş olacaq. Fransada birinci imperiya dövrü neçənci illəri əhatə edir? 1814-cü illərdə idi. Vaterloo döyüşünə vaxt olmuşdu? 1815-ci ildə, 15-də Napoleonun 100 günlük hakimiyyəti. Biz burada imperator Napoleon deyə bilərik? Xeyr, deyə bilmərik. Fransa tarixinin ilk dəfə prezidentli respublika neçənci ildə quruldu? 1848-ci ildə ilk dəfə kim idi prezident? İlk prezident. Louis Napoleon. Aysa 3-cü Napoleon termini nə zaman formalaşıb? 52 imperiya dövrü monarxiya rejimi bərpa olunduqdan sonra. Bəs yaxşı, deməli Fransada ikinci dəfə artıq prezidentli respublika sisteminin formalaşması 1958, 5-ci və sonuncu deməli respublika dönəmi idi ki, orada da kim idi ilk prezident olan? Charles de Gaulle olmuşdu, bəli. Charles de Gaulle'un müvəqqəti hakimiyyət dövrü neçənci illəri əhatə edir? 44-46-cı illər. 46-cı ildə 4-cü respublika, 1958-də isə 5-ci sonuncu respublika elan olundu. Tamam, bəs yaxşı Frankfurt müqaviləsinin neçənci ildə idi? 1871-ci ildə idi, bəli. Bəs deməli bu Frankfurt müqaviləsi kimlər arasında imzalanıb? Elzas Lotaringiya verildi Almaniyaya, bir də təzminat vermişdi Fransa təbii ki. Təzminat verənə qədər Şimal Fransa qarazları bəli, şimal şərq hissələri Fransanın qalmalı idi Almaniya nəzarəti altında. Bəs burada Almaniya bu müqaviləni Vahid İmperiya kimi imzalamışdı, yoxsa Prussiya imzalamışdı? Vahid İmperiya. Çünki Vahid İmperiya kimi ondan qabaq hansı müqavilədə oldu? Versaldaydı, bəli. Bəs Fransa hansı idarəetmə quruluşundaydı? Respublika. 3-cü respublika dönəmində idi, bəli, Fransada həmin vaxtdaydı. Tamam. Bəs yaxşı, dünya tarixində ilk dəfə sənəd çevrilişi hansı dövlətə başlayır? İngiltərədə. Biz ilk dəfə hansı konfransda deyəcəyik ki, Fransa təzminat ödəməli oldu? Viyana Konqresi. Viyana konqresində idi, bəli. Çünki o vaxta qədər biz Fransanın hər hansı bir təzminatın adını çəkmirik. Bəs Amerika ilk dəfə hansı dövlətdən borc alıb? Amerika ilk dəfə hansı dövlətdən borc alıb? Fransa. Fransadan idi, bəli. Birinci istiqlaliyyət müharibəsi gedişatında Saratoga döyüşündən sonra ilk onu tanıyan dövlət Fransa olaraq və borc verdi, bir də bir ticari, iqtisadi bir müqavilə də imzalanmışdı aralarında. İlk dəfə ondan aldığını biz qeyd edə bilərik. Tamam, bəs yaxşı, Amerika Birləşmiş Ştatlarında hansı prezident idi ki, vaxtilə ingilislərin qoyduğu bir qadağa vardı, qərbə tərəf keçmə qadağası. Artıq sərbəstlik verdi əhaliyə. Thomas Jefferson idi, bəli. Bəs məhbuslar üçün humanist qanunlar verən kim olmuşdu Amerikada? O da Thomas Jefferson. Yenə də Thomas Jeffersondaydı. Tamam, onun qərarı idi. Bəs yaxşı, Almaniyada Birinci Dünya müharibəsi gedişatında hökumət bir qərar verir ki, inqilab baş verməsin. O qərar nədən ibarət idi? Biri siyasi məhbuslar amnistiya məsələsi, digəri isə hökumətin parlament qarşısında məsuliyyət daşıması məsələsi idi. Bəli, amma buna baxmayaraq yenə də inqilabi hərəkət baş vermiş olacaq. Ondan sonra da düşündülər ki, ev yox inqilab olur olsun, onda bu inqilabı çevirək hansı dövlətə qarşı? İngiltərəyə qarşı. İngiltərə idi. Sadəcə olaraq bu proses də baş tutmadı və uğursuzluqla nəticələnmiş oldu. Yəni hökumətin uğursuzluğuna nəticələndi. İnqilab baş tutmuşdu. Və nəticə itibarilə də Almaniya imperiya sistemi, monarxiya rejimi devriləcək və respublika sistemi formalaşacaq. Almaniyanın bəs Almaniya Respublikasının konstitusiyası nə zaman qəbul edilir? 1919. 19-cu ildə. Buna da nə deyirlər? Nə konstitusiyası? Weimar konstitusiyası idi, bəli. Fransa deməli nə zaman belə bir qərar verilir ki, Fransa inqilabdan əvvəlki sərhədlərinə qaytarıldı? 3-cü Respublikada. Yox, hansı konfransda? 3-cü respublika yox, 3-cü respublikada deyil. Hansı konfransdaydı? Viyanada. Viyanadaydı, bəli, bəli, Viyanadaydı. Viyana konqresində hansı dövlətin dağılması rəsmiləşdirilir? Almaniyanın, bəli. Bəs yaxşı, Avropa tarixində ilk sülh konfransı hansı olmuşdu? Beynəlxalq münasibətləri həll edəcək. Vestfaliya sülh konfransı neçənci ildə idi? 1648. 1648-ci ildə idi. Həmin vaxtda Azərbaycanda hakimiyyətdə kim idi? Səfəvlərdə. Aha, kim olmuşdu hakimiyyətdə? İkinci Hüseyin. İkinci Hüseyin keçmiş. İkinci Abbas. İkinci Abbasın zamanındaydı. İkinci Abbasdaydı. Dəmir və qanla dövləti birləşməyə çalışan nümayəndə. Otto von Bismarck. Otto von Bismarck. Türklərin Bismarckı kim idi? Tony Cook. Tony Cook belə adlandırılır, bəli. Bəs yaxşı, Otto von Bismarck ümumiyyətlə dövlətlərlə münasibəti yalnızca düşmənçiliyə əsaslanma qururdu, yoxsa diplomatiyaya da önəm verirdi? Diplomatiyaya. Bəli, hər ikisində. Bəzi hallarda deyir diplomatiyaya belə önəm verirdi, lazım gəldikdə. Misal göstərsək, hətta birləşmə siyasətinə başlayan zaman ilk bir tərəf olduğu dövlət hansı olacaq? Yəni o dövlətlə bir tərəfliyi haqqında danışıqlar aparacaq. Fransa. Yox, Rusiya idi. Rusiyanın bir tərəfi oldu, hansı dövlətə qarşı müharibə apardı? Danimarka. Danimarkaya qarşı. Neçənci ildə idi Danimarkanın müharibəsi? 64. 1864. 1864-cü ildə Çar II Aleksandr iki sahədə silah keçirdi. Bir Zemstova, bəli, biri Zemstova, digəri Bir də məhkəmə. məhkəmə islahatı. Bizdə nə zaman keçirildi bu məhkəmə islahatı? 66. 66-da keçdi. Hansı məhkəməndə ləğv elədilər? Yox, bizdə altı məhkəmə olmayıb. Şəriət məhkəməsi idi, bəli, şəriət məhkəmələrini ləğv etmiş oldular. Tamam, bəs bir də Otto von Bismarck birləşmə siyasət aparan zaman hansı dövləti təcrid etməyə çalışırdı? Yəni o dövləti istisna etmişdi də birləşmə aparan zaman. Avstriya. Avstriya idi, bəli. Bəs Sadova döyüşünə vaxt olur?
1870. 1866-cı ildə, bəli. Həmin bu Sadova döyüşünün bir il qabaq hansı dövlətlə bitərəfli haqqında danışıq aparmışdı? Fransa. Bəli, Fransa ilə bitərəfli haqqında danışıq olmuşdu 1865-də də. Bu da Fransada artıq inqilabi hərəkata gətirib çıxardacaq, böyük bir narazılığa gətirib çıxardacaq. Ona görə də Fransa hökuməti bu narazılığın qarşısını almaq məqsədi ilə Prussiya neçənci ilə müharibə elan edəcək? 66 öyle. 1800 Fransa-Prussiya müharibəsi neçənci ilə rahat edir? 70, 1870-ci ildə. Ümumiyyətlə, bu 1865-ci ildə bitərəfli müqaviləsini imzalamaqla Fransa nəyə nail olmağa çalışırdı? O düşünürdü ki, İkisi de zayıflayacak, ikisi de bəli, tutabilecek. aysa, hər iki dövlət zəifləyəcək və Prussiya ümumiyyətlə müharibə uzun bir müddət davam edə bilər və bu müharibədə iki dövlətin ikisi də zəif düşə bilər və xüsusilə də Prussiya ilə əsas düşmənçiliyi var daxil. Nəticə itibarilə də Prussiya ilə artıq müharibə aparar və onun üzərində qalibiyyət əldə edir, amma gözlədiyi olmadı. Ümumiyyətlə 1870-71-ci ildə Fransa-Prussiya müharibəsinin əsas səbəbi nədən qaynaqlanırdı? Ərazi iddiası var. Ərazi iddiası və əsasən də Fransa ətrafında yeni güclü bir dövlətin olmasını istəmirdi. Bəli, Almaniya birləşməsini, yeni güclü bir dövlətin olmasını istəmirdi. Bundan qaynaqlanırdı. Bəs yaxşı, hansı konfransda belə bir qərar verilmişdi ki, gələcəkdə baş verəcək o inqilabi hərəkatların yatırılması üçün bir təşkilat yaradılmalıdır, bir ittifaq yaradılmalıdır. Hətta bu ittifaq bir də Osmanlıya qarşı çevrilməli idi. 14-15. Bəli, 1814-15-ci ildə idi, Viyana konfransındaydı. Viyana konqresində orada belə bir qərar verilmişdi, düzdür. Daha sonra deməli, Fransanın hansı hadisə idi ki, hansı müharibə idi ki, ümumiyyətlə Fransanın Balkanlarda fəaliyyətinin genişləndirilməsinə şərait yaratmışdı. Krım müharibəsi. Balkanlarda mövqeyin genişlənməsinə şərait yaratmışdı. Avstriya döyüşünə vaxt olub. 805 1805-də idi. Kimlər arasında? Rusya bir de Asya'ya karşı. Avstriyaya qarşı Fransa idi. Fransa qalib gəldi, məğlub oldu. Fransa Fransa qalib gəldi. Qalib gəldi. Viyana nə zaman tutur Fransa? Hansı ki Osmanlının ələ keçirmək istəyib də keçirdə bilmədiyi şəhər. 86. Niyə? Yəni Avstriya davamlı gətirin də. 1805-ci ildə idi. Osmanlı birinci dəfə nə zaman Viyanaya uğursuz yürüş etdi? 29. 1529 1529-cu ildə. Bəs ikinci dəfə nə zaman uğursuz yürüş etdi? 1680. Bəli, 1683. Elə buna qarşı sonra hansı ittifaq formalaşdı? Müqəddəs birlik formalaşdı. Bu müqəddəs birliyin formalaşmasına hansı dövlətin ümumiyyətlə kimin rolu var idi? Roma Papası. Roma papasının. Xəritə olaraq haranı taparıq? İtalya. İtalyan taparıq. Bəs yaxşı Roma papası özü bu ittifaqda birləşdimi? Hayır. Xeyr, birləşməmişdi. Tamam, daha sonra deməli Viyananı tutdu. Bəs Berlin şəhərini nə zaman ələ keçirmişdi Napolyon? 1806. 1806. Bunun adını dövlətin varlığına son qoydu. Müqəddəs Roma. Müqəddəs Roma İmperiyası neçənci ildə yaranmışdı? 962'den. Kim tərəfindən əsas qoyulmuşdu? Birinci Otto tərəfindən əsas qoyulmuşdu. Deməli, 1806-cı ildə artıq burada Prussiya ilə biz müharibə edirik. 19-cu əsrin birinci yarısı və ikinci yarısı Fransa Prussiya ilə müharibə aparır. İndi ondan qabaq 18-ci əsr dövrünü siz keçmirsiniz deyə bilmirik. Amma 19-un həm birinci yarısı, həm ikinci yarısı Fransa Prussiya müharibəsi olduğunu biz orada qeyd edəcəyik. Tezlik müqaviləsi kimlər arasında imzalanmışdı? Rusya ile Fransa. Rusiya ilə Fransa arasında. Sonra bu tezlik müqaviləsinin şərtini hansı tərəf pozur? Rusya Çünkü pozu. İngiltere'den ticaret Bəli. haberleri saklıyor. Bəs yaxşı, Napolyon İngiltərə ilə ticarət münasibətlərini öz ətrafında olan, ona tabe olan dövlətlərin hamısına qadağan etmişdilər. Bəs sonra bu qaydalarda biraz yumşalma apardı mı, yoxsa elə qadağa sona qədər də qaldı? Ben orada İtalya. Bəli, öz iqtisadiyyatını da düşünmək məcburiyyətində idi və biraz yumşaltdı. Niyə görə? Çünki gördü ki, yox dövlətlər ancaq İngiltərə ilə gizli bir formada olsa belə əlaqələr yaratmış olur. Ona görə də məcbur qaldı ki, bu siyasət tətbiq etsin. Bəs Napolyon öz imperiyasını qurduqdan sonra, birinci imperiyanı yaratdıqdan sonra əhali üzərinə qoyulan vergilər miqdarını artırır yoxsa azaldır? Artırı. Artırma siyasəti yürüdəcək. Bəs yaş xaricdən gələn gömrük rüsumlarını artırır yoxsa azaldır? Oradan da. Artıracaq. Səbəb? şey, Aha. dövlət gücləndirmək üçün pul lazım. Özünü ümumiyyətlə bir dövlət əgər xarici kapital üzərinə, xaricdən gələn o gömrük rüsumlarını artırırsa, deməli özünü xarici rəqabətdən qorumağa çalışırdı iqtisadi cəhətdən. Bəs yaxşı, iri kapital üzərinə qoyulan vergiləri artırır yoxsa azaldır? Azaldı. Onu azaltmış olacaq. Birinci Dünya müharibəsi hansı dövlətin məğlubiyyəti ilə yekunlaşdı? Üçlər ittifaqı yoxsa biz ona deyirik dördlər ittifaqı? Dördlər ittifaqı deyəcək. Və yaxud da mərkəzi dövlətlər sistemi. Dördlər ittifaqı neçənci ildə formalaşmışdı? 15 tane. Aha, 1915-ci ildə hansı dövlətin xəyanət etməsi ilə ittifaqdan çıxmışdı? İtaliya idi, bəli, Antantaya keçdi. Tamam, bəs yaxşı. Bu müharibə dövründə sizə demişdim ki, nəzərdə saxlayın. Birinci Dünya müharibəsi dövründə tək İtaliya deyildi öz müttəfiqinə xəyanət edən, başqa hansı dövlət idi? Hətta müttəfiqi ilə döyüş belə aparır. Azərbaycan tarixində bir dənə qaydın. Ay sağ ol, Almaniya ilə Osmanlı idi. Bəli, Rusiyanın gizli müqaviləsi var idi. Hətta Osmanlı ilə hansı döyüş belə olmuşdu Almaniyanın? Yox, yox. AXC dövrünü xatırlayın bir dənə. AXC dövründə Qafqazda bir hərbi əməliyyat getmişdi. Avgust ayında olan. Yayda idi, iyun ayında Borçalı döyüşləri idi. Və burada Almaniya da bir növ xəyanət edirdi, öz müttəfiqinə qarşı döyüş əməliyyatı aparan dövlət. Yəni belə bir sualla rastlaşsaq biz biləcəyik ki, artıq söhbət Almaniyadan gedir. Sonra da Rusiya ilə də gizli bir müqaviləsi vardı 1918 avqustda. Bəs yaxşı, Rusiya ilə Almaniyanın daha bir gizli müqaviləsini biz keçmişik. Orada artıq SSR dövrü idi.
1939 Molotov-Ribbentrop. Bəli, 1939 Molotov-Ribbentrop. Həmin vaxt Almaniyada kim idi hakimiyyətdə? Hitler. Hitler. Hitler idi hakimiyyətdə, düzdür. Daha sonra Nankin sülh müqaviləsi neçənci ildə? 1842. 1842-ci ildə. Deməli, həmin dövrdə hansı ərazi İngiltərəyə icazə verildi? İngiltərə mülkünə keçdi. Tabii limanıydı. Hong Kong limanı. Hong Kong limanı və ya da Yangon. Bu Yangon nə zaman dedi ki, geri qaytardı İngiltərə? 1997. 1997-ci ildə bəli, geri qaytarmış oldu. Müəyyən şərtlərlə neçənci ilə qədər bu müqavilə? 47-ci ilə qədər bu müqavilə qüvvədə qalmalı idi. Tamam. Qaradəniz doktrinası nə zaman təsdiqlənmişdi? Bunu da xatırlayaq. 2010 21 aprel. Onda yox. 2001-də. Putin tərəfindən təsdiqlənmiş olacaq Qaradəniz doktrinası və deməli 2010-cu ildə isə hansı dövlətlə müqavilə imzalamışdı? Ukraynaya. Bəli, Ukrayna ilə müqavilə imzalamışdı. Ukraynaya yanacağı daha ucuz verəcəkdi, əvəzində də Qaradənizdə hələ neçənci ilə qədər orada qalacaqdı donanması? 2042. 42-ci ilə qədər. Əslində əvvəlcə o şərt yox idi, 2017-ci ilə qədər olmalı idi. Hansı müqavilə idi bu ümumiyyətlə? Xarkov sazişi, bəli, 2017-ci ilə qədər orada qalmalı idi. Amma sonra qərar dəyişir və 2042-ci ilə qədər bu məsələ uzadılmış olacaq. Tamam. Yaxşı, Ümumhindistan Konqresi, Milli Konqresin açılması nə zaman olub? 1881. 1885-ci ildə Hindistanda idi. Tamam. Bəs yaxşı Hindistana dedi ki, müstəqilliyin tanıdığı İngiltərə nə zaman? 1947-ci ildə 2 yerə böldü. Belə bir siyasətə yetmişdi. Tamam, bəs yaxşı Çində nə zaman tiryakinin açıq satışı qadağan edildi? 1800-cü ildə, 1800-də. Bəs yaxşı nə zaman icazə verildi yenidən? Məcbur oldu icazə versin. 1860-cı ildə hansı müqavilə idi? Pekin müqaviləsi, bəli, bundan icazə verildi. Bəs yaxşı Pekin müqaviləsinə hansı dövlətlər təzminat ödəməli idi? Fransa, İngiltərə. Bəli, Fransa və İngiltərə idi. Bəs yaxşı Yaponiyaya Çin nə zaman hüquq verir ki, bir sıra ərazilərdə sənaye obyektləri açsın? Çin-Yaponiya müharibəsi neçənci illərdədir? 94-95-ci illər. 95-ci ildə artıq məğlub olur, təzminat da verir və sənaye obyektləri də açma hüququ vermişdi. 84-85-də kimlər arasında olmuşdu müharibə? Fransa ilə deməli Çin arasında olmuşdu. Tamam, bəs yaxşı Yaponiyanın xarici siyasətdə ilk addımı hansı ərazi üzərində olur? Peşin. Rüç adaları. Hə, dövr demədim, yeni dövrdən danışırdıq. Rüç adaları. Anarsev Rüçü adaları, Anarsev vəsaitdə vermir onu. Səhv etmirəmsə vəsaitdə olmamalıdır, yazılmır, amma dərslikdə o keçir. Rüçü adaları üzərinə yürüşü idi. Xarici siyasətdə ilk addımı o olubdur. Rüçü adalarının işğal edilməsi. Daha sonra Koreya. İkinci dünyadan sonraki deyil, bu yeni dövrdən söhbət gedir. 19-cu əsr. İlk addımı Rüçü adalarının işğal edilməsi. Daha sonra Çinlə Koreya, Tayvan, Vyetnam uğrunda mübarizə. Bəs yaxşı Yaponiyada, Koreyanın Yaponiyada qalması məsələsini Rusiya nə zaman tanıyacaq? Rusiya tanıyır. Portsmutda, bəli. 1800 yoxsa 1945? 1945. Aha, Portsmut müqaviləsi ilə bəli 1905-ci ildə hansı dövlətin vasitəçiliyi imzalamışdı özdə bu müqavilə? ABŞ-da. ABŞ-ın vasitəçiliyi imzalamışdı, düzdür. Bəs yaxşı bu Koreya nə zaman çıxdı Yaponiyanın əlindən? İkinci Dünya müharibəsi. Nəticəsində idi, yəni 1945-ci ildə onun əlindən çıxmış oldu. Daha sonra da hansı dövlətlər tabiləyici əraziləri? ABŞ, SSR. SSR-nin ABŞ idi, bəli. Şimal hissəsi Rusiyaya, cənub hissəsi isə Amerikaya keçmiş olacaq. Yaxşı. Birinci Wilhelm ümumiyyətlə neçənci ildə deməli Prussiyanın reykansleri olur? Kansler daha doğrusu vəzifəsinə gətiriləcək, baş nazirki vəzifəsinə. 1864-də. 1862-ci ildə. 62-ci ildə. Ondan bir il sonra Azərbaycanda müəssisə açan nümayəndə. İpəkçilik 1861-də. Yox, İpək deyildir. Bir il sonra. 1860-dan bir il sonra 61 eləyir. 1863-cü ildə idi. Cavad Məlikov. Neftarma prosesində soyuducu sistemindən istifadə ağ neft zavodu idi. Bəli, ağ neft zavodu. Məclis qanunnaməsi neçənci ildə idi? Hansı dövlətdədir? Rusiyadaydı 1649. 1649-da idi, bəli, Rusiyada. Ondan 10 il qabaq müqavilə, imzalanmış müqavilə. Qəsr şirin. Bəli, qəsr şirin idi. Bəs yaxşı, bu məclis qanunnaməsinə görə kimlərin hüquqları burada genişləndirilir? Təhkimçilər. Yox, yox. İrizadəkanlar. Yeni zadəganlar, bəli, daha doğrusu irizadəganlar idi ki, onların hüquqları burada daha da genişləndirilmiş olacaq. Təhkimçilik isə rəsmiləşdirilmiş olacaq. Bəs yaxşı, 2-ci Aleksandrın ordu islahatı neçənci ildədir? 1874. 1874. Hansı çarın ordu siyasətini burada ləğv edəcək? Pyotr. Bəli, 1-ci Pyotr rekrut toplantısını burada ləğv etmiş olacaq. İlk dəfə Rusiyada senat vəzifəsinin yaranması nə vaxtda düşür? 1711. 1711-ci ildə Azərbaycanda hansı üsyan? Azərbaycan. Zərbala kəndi ikinci dəfə, bir də harda üsyan olur? Əfqanların. Yox, Əfqanlar Qəndahar tutması 1709-dur. Mən Purtu deyə bilərik. Azərbaycanda Şirvan üsyanı, bu Şirvan üsyanına da kim başçılıq eləyib? Hacı Davud. Hacı Davud. Deməli Hacı Davudun ilk Şirvan üsyanı 1711-ci ildə. İkinci dəfə neçənci ildə idi Hacı Davudun üsyanı? 19-da. Üçüncü dəfə neçənci ildə oldu? 22. 1721-ci ildə, 21-22-ci ildə və Şirvan üsyanı qalib gəldi, məğlub oldu. Qalib gəldi, bəli. Və Şirvan üsyanı qalib gəlməsi hansı nümayəndənin planlarını alt-üst etdi? Şamaxıda bir konsulluq açmaq istəyirdi.
Rusiyanın. Bəli, birinci Pyotrun Rusiyanın idi. Tamam, birinci Pyotrun təhsil haqqında qanunu neçənci ildə düşür? 1714. 1714-cü ildə bəli təhsil haqqında qanun. Bəs yaş rütbələri dar cədvəl neçənci ildə idi? 1722. 1722. Şərqi Yerdistan və Azov Vətəfə ərazilər Rusiyaya verildi. Hansı müqaviləyə görə? 1300'den. Kiçik Qaynaca, bəli, Kiçik Qaynaca. Kiçik Qaynaca müqaviləsindən sonra, bu müqavilədən sonra Çar hökuməti, yəni Rusiya Şimal Qafqaz istiqamətində hərəkət edəcək. Elə həmin vaxtda Azərbaycana hansı nümayəndə idi ki, 2-ci Yekaterinanı köməyə çağırır? Qubalı Fətəli. Qubalı Cavşan Fətəxana idi. döyüşləri. Bəli, Cavşan döyüşünə. Cavşan döyüşü kimlər, Quba Fətəxana qarşı kimlər birləşmişdi o döyüşdə? Köhnə Şirvan hakimiyyəti, Yox, Moskva yox, hakimiyyəti. demişdim o xanlar iştirak eləməyib axı. Biri Dağıstan hakimi, bir də öz qohumu Əmir Həmzə idi. Sadəcə bunlar Qaraqaytaqlı. Sadəcə bu ikisi. O keçmiş xanlar, ümumiyyətlə keçmiş Şirvan xanı olsun, digər Şamal xan daha doğrusu. Qarabağ Şəki xanlıqlar, ikinci rəqəm. Bunların ayrıcı ittifaqı vardı. O döyüşdə onların biz adını çəkmirik çünki yazılır. Onlar müttefik değildiler Dağıstan'la. Yox. Onlar ayrıcaydı. İttifaqları ayrıca olmuşdu. Tamam, bəs yaxşı. Çar Rusiyasında kənd icmalarının dağıdılması haqqında qərarı kim verir? Belə bir islah keçirmişdi. Kənd icmalarının dağıdılması. Hətta milli azlıqların da siyasi fəaliyyətə hüquqların məhdudlaşma siyasəti yeridib. Pyotr. İkinci Alexander'daydı. Stolpin. Bəli, Pyotr Stolypin islahatları da onun islahatları olmuşdu. Elə bundan sonraydı ki, artıq hansı dövlət duması çağırılan zaman sadəcə 3 quberniyadan bir nəfər Azərbaycanlı seçilmişdi. Üçüncü dumada. Üçüncü dumada kim idi o bir nəfər Azərbaycanlı? Halil Beyhat Mehmetov. Xəlil Bey Xəsməmmədov bir çıxışı olubdu, təxirə salınmadan müstəqil bir dövlətin yaradılması qaçınılmazdı. Haradaydı bu iclas? Hansı iclasda? Müsabatın Yox, müsabat niyə? Milli Şuranın iclasında fikrini bildirmişdi Milli Şuranın iclasında. Çünki həmin vaxtda Rəsulzadə haradaydı? Əslində Rəsulzadəni gözləyirdilər. Türkçədə danışıqlar aparır. Batumda, konferansdaydı, bəli, Batumdaydı. İlk İngilis koloniyası Amerikada. 1607. Bəs yaxşı, Rusiyanın Şimali Amerikada bir müstəmləkəsi var idi. Hansı idi bu? Alyaska. Alyaska neçənci ildə əldən çıxdı? 1867-ci ildə satdı Amerikaya. Hansı təhlükəyə qarşı, hansı dövlətin təhlükəsinə qarşı idi? İngiltərə. İngiltərə təhlükəsinə qarşı, amma bu da Rusiya üçün səhv bir addım hesab olunurdu. Həmin vaxtda Rus hakimi idi. İkinci Aleksandr. Yekaterinanın ölümü 1796-dadır. İkinci Aleksandr dövrü idi həmin vaxtda. Tamam, bəs yaxşı, Louisiana neçənci ildə aldı Amerika? 1803. 1803-cü ildə kimdən aldı? Fransa'dan. Fransadan, Napoleondan aldı. Bəs Napoleon imperiyası deyə bilərik həmin vaxtda biz? Yok. Qətiyyən buna fikir verir. Napoleon'a birinci Napoleon ifadəsi işlədirik. Nə İmperator Napoleon, nə də ki Napoleon, Fransa imperiyası. Heç birini işlədə bilmərik, diqqətli olun burada. Həmin vaxtda bəs Amerika prezidenti kim idi? Thomas Jefferson. Thomas Jefferson. Bu Louisiana'nı rahat şəkildə dinç yolla satın alması Thomas Jefferson hansı siyasi fəaliyyətindən qaynaqlanırdı? Bir müddet orada. Bəli. Bir müddət orada səfir vəzifəsində çalışmışdı. Bəs Fransanın ilk səfiri kim idi? Amerikan Fransadakı ilk səfiri daha doğrusu. Benjamin Franklin idi. Bəli, müharibə gedişatı, İstiqlaliyyət müharibəsi gedişatında ora səfər etmişdi. İkinci İstiqlaliyyət müharibəsi neçənci illərdədir? 1812-14-cü ildə. Bəs yaxşı, İngilislər Vaşinqtonu tutub yandırır. Nə zaman? 14 il olaraq götürsək 1814-cü ildə götürəcək. Bəs Ruslar Moskvanı nə zaman yandırmışdı? 1812. 1812-ci ildə. Həmin ildə hansı döyüş olub? Moskva döyüşü. Yox. Borodino. Borodino döyüşü idi. Borodino döyüşündə Fransa qalib gəlir yoxsa məğlub olur? Fransa qalib gəldi. Bəli, orada qalib gəlir, amma sonrakı gedişatı Moskvanı mühasirə etsə də Moskva etap döyüşdə məğlub olmuş olacaq. Burada partisan müharibəsini istifadə etmişdi. Ruslar ən sonunda ona görə qalib gəldi. Rusların partisan müharibəsini iştirak edərək qalib gəldiyi dünya müharibəsi gedişatı hansı döyüş idi? Moskva. Yox. Birinci dünya müharibəsi gedişatında. Sarıqamış əməliyyatı. Sargın. Bəli. Bəs yaxşı. Ərəb ölkələri nə zaman partisan müharibəsinə başladılar? İkinci Ərəbistan müharibəsi neçənci illədir? 1967. Bununla da deməli partisan müharibəsinə başladılar da İsrailə qarşı. Fələstin Azadlıq Təşkilatı nə vaxt yaradılmışdı? 64-cü ildə yaradılmışdı, bəli. Standart Oil İnsar Birliyi kimə aiddir? Hansı dövlətə məxsusdur? ABŞ. Azərbaycanda hansı şirkətlə, Azərbaycan şirkəti deyil, amma Azərbaycanda yaranmış hansı şirkətlə bir müqavilə imzalamışdı? 1893'te. Aha, 1893-də Nobel qardaşları İsveç təbəsi ilə deməli Ağ Neft Hava Sahibləri İttifaqı ilk İnsar Birliyi yaranan zaman orada neftin satış məsələsi, neft tədarükü ümumiyyətlə sazişləri var idi onların. Yaxşı. Ruslar Çar hökuməti nə zaman Osmanlıdakı o xristian mülklər üzərində hüquq almışdı, xristian təbəələr üzərində hüquq almışdı? Kiçik Qaynarcada. Bəs nə zaman bu hüquq itirdi? Kırım'da. Bəli, Krımda Paris müqaviləsində bu hüquq itirdi. Osmanlı tarixində ilk dəfə olaraq ən ağır şərtli bir müqavilə imzalamışdı. Hansı idi bu? Nə zaman? 1699. Bəli, müqəddəs birlikdə olan müqavilədə idi 1699. Bəs həmin vaxt Avropa böyük elçilik göndərən nümayəndə Rusya. Rusiyada birinci Pyotr idi. Birinci Pyotr ona görə də o müqaviləni imzalamadı. Çünki o müharibəni davam etdirmək istəyirdi. Avropaya elçilik göndərmişdi, amma Osmanlıya qarşı ittifaq qura bilmədi. Əvəzində İsveçə qarşı bir ittifaq qurmuşdu. Bəli, əvəzində onu qurmuşdu. Tamam, bəs yaxşı. Burada Finlandiyanı da istəyirdi ələ keçsin, ələ keçə də bilməmişdi. Bəs Finlandiya nə zaman tutacaq Rusiya?
1809. 1809. Bəli, 1808-9-cu illərdə idi. Bəs Finlandiya ilə olan bir müharibəsi var, qış müharibəsi. 1939. Bəli, 1939-40-cı illərdə idi. Üçlər İttifaqının əsası qoyuldu nə zaman? 1880. 1879 əsası Yox. qoyuldu, 80-cidə başa çatdı. 80-cidə hansı dövlətlə birləşdi? İttifaqda. İtalya. İtaliya ilə birləşdi. Bəs Üçlər paktı nə zaman olub? 1939. 1940-da da düz deyirsən. 1940-da. 39-da Polad paktı idi. 40-cı il isə Üçlər paktı idi. Üçlər paktında eyni zamanda hansı dövlətlər var idi bu Üçlər İttifaqından oxşar cəhət olaraq? Bolqarıstan, Yox, yox. Rumıniya, Üçlər İttifaqından oxşar cəhət olaraq hansı dövlətlər orada birləşmişdi? Almaniya, İtaliya. Almaniya, İtaliya vardı. Bəli, orada birləşmişdi. Tamam. Avstriya sadəcə olaraq orada həm vaxtda yox idi. Avstriya çünki zaten Almaniyanın mülkünə keçmişdi neçənci ildə? Birləşdirdi özünə Almaniya. Neçənci ildə Hitler nə vaxt birləşdirir? 38-ci ildə bəli, tamamilə birləşdirmə dövrə düşür axı. Bununla da Paris müqaviləsinin şərtini pozmuşdu. Çünki Paris müqaviləsində nə deyirdi? Avstriya ilə birləşməmək öhdəsinə götürmüşdü. Amma 38-ci ildə birləşdirdi. İlk dəfə neçənci ildə hücum etdi Avstriya? Elə Paris müqaviləsinin şərtini orada pozurdu. 34-də cəhd göstərdi, sadəcə olaraq baş tutmadı bu cəhd. İndiki əleyhqaz maskalarının meydana gəlməsinə şərait yaradan əməliyyat. Birinci Dünya müharibəsində Bəli. Almaniya istifadə edirdi İngiltərəyə qarşı. Belçikaya qarşı. Həmin vaxtda Belçika hansı dövlət himayə etmişdi? İngiltere. İngiltərə himayə etmişdi. Verdin döyüşü 1916 hərbi əməliyyatı zamanı idi. Bəli. Verdin, Soma, Jutlandiya. Bunların hansındasa hər hansı bir tərəf əsaslı qələbə qazandı mı? Xeyr, əsaslı bir qələbə yox idi. Birinci Dünya müharibəsi gedişatının imperiyası dağılmış iki dövlət. Gedişatı. Ve Almanya. Bəli, Rusiya və Almaniya idi. Hər ikisinin imperiya dağılmışdı. Rusiyada neçənci ildə idi? 1917. 1917. 17-ci ildə, bəli. Sovet Rusiyasının Türkiyə, İran və Əfqanistanla müqaviləsi təxminən hansı dövrə götürəcək? 20-21. Bəli, 2021-ci illər təxminən. Bəs yaxşı, İran, Əfqanistan, Türkiyə, bir də İraqı daxil eləsək neçənci il müqaviləsi? 1837. 37-ci il. Bəli, Sərdar paktını indi çıxartır, amma 1937-ci ili biz qeyd eləyəcəyik orada o dövlət arasında. Bəs bu dövlətin, 4 dövlətin adını bir də biz harda çəkirdik? Sizə deyilmi? Bəli. Bəli, Məhəmməd Füzulinin 500 illik yubileyi zamanı, yəni neçənci ildə idi bu? 1958-ci ildə idi. 58-də. 56-da kimə xalq şəhəri statusu verilmişdi? Səməd Vurğuna verilmişdi, bəli, xalq statusu. Tannenburg döyüşü nə vaxt olub? 1908. Yox, Tannenburg döyüşü. 14-cü ildə idi, bəli. Burada hansı dövlət məğlub oldu? Rusiya. Rusiyanın məğlubiyyətlə bitmişdi, bəli. Bəs yaş Taqanrov diviziyası hansı idi? 416. 416-cı diviziya. Tamam. Yaxşı, deməli, Bolqarıstan nə zaman Üçlər İttifaqına qoşuldu, oldu Dördlər İttifaqı? 1915-ci ilin sonlarına doğru idi, bəli. Kutlu-Amara döyüşü 16. 16. 1916. İngiltərənin hansı planı puça çıxdı artıq? Bağdadı tutmaq. Bəli, Bağdadı tutma planı puça çıxmış oldu. Bəs yaxşı, 2-ci Dünya müharibəsi gedişatına hansı dövlət idi? Plan qurmuşdu ki, Bağdadı tutsun, oradan da Hindistana doğru getsin. Almaniya. Almaniya. Onun planı neçənci ildə pozulacaq? Hansı döyüşdən sonra? Stalingraddan. Stalingrad döyüşündən sonra bəli, onun planları da artıq pozulmuş oldu. Pompey müqaviləsi 1918. 1918, bəli, diktə edilmiş sülh müqaviləsini noyabrın 11-də düz deyirsən. Diktə edilmiş sülh müqaviləsini ilk dəfə ləğv edən şərtlərini kim olur? Osmanlı Lozannada. Türkiyə deyil. Bəli, Lozannadaydı. Neçənci ildə idi Lozanna? 1923. 23. Bu Lozanna demişdik ki, xəritədə haranı tapırıq? İsveçrəni. İngiltere. İsveçrə. Bəs yaş Montreux konfransı nə vaxt olub? 1930. 36-cı ildə. Yenə də xəritədə haranı tapırıq? İsveçrə. İsveçrəni tapacaq, bəli. Türkiyə nə zaman millət cəmiyyətinə qoşuldu? 1932. 1933-cü ildə idi, bəli. Yaponiyada imperator hakimiyyəti qanuni bir şəkildə salındı, yəni toxunulmaz elan oldu. Nə zaman? 1889. 1889. Bəs 1854-cü ildə iki dövlət arasında müqavilə imzalanıb. ABŞ, Yaponiya. Yaponiyanın hansı siyasəti bununla da başa çatdı? Özünü təcrid. Bəli, özünün Təcrid. təcrid siyasəti idi. Bəs yaxşı, hansı ərazi Amerikaya verildi? Daha doğrusu orada konsulluq açma hüququ qazanmışdı. Hong Kong idi desəm. Hong Kong? Yox, Hong Kong burada deyildi. O Hong Kong Yangon İngiltərədə idi, Çində. Hokkaido limanlarında bu hüququ əldə etmiş olacaq. Bəs yaxşı, burada Amerikaya eksterritoriallıq hüququ verilmişdi yoxsa yox? Xeyr, bir neçə il sonra yenidən müqavilə imzalanacaq, orada veriləcək. Prefektura termini hardadır? İnzibati Yaponiyada. Yaponiyada, bəli, İnzibati. inzibati ərazi idi. Bəs Yaponiyada ilk dəfə qadınlarla bağlı təhsil qərarı verilir. 1922. Elə yenə də Mochihito'nun islahatlarının nəticəsində idi. Onun keçdiyi islahatlarla bağlı idi. Mochihito'nun bir bəyannaməsi var, islahat proqramı, islahat bəyannaməsi. Neçənci ilə aiddir? El 68-dən götürək də. Niyə? 1868-dən götürək islahat proqramı və bildirirdi ki, ümumiyyətlə dövlətdə baş verəcək nə qədər çox islahatlar, tədbirlər, hamısı əhali ilə birgə formada aparılmalı idi. İnsanların, bütün əhalinin razılığı əsasında olmalı idi. Bəs Mochihito özəlləşmə yoxsa milliləşdirmə siyasəti idi? Özəlləşdim. Özəlləşdirmə. Şeyx Mənsur hərəkəti neçənci illərdədir? 34-59. 34-59 Şeyx Şamildir. Bəs Şeyx Mənsur? 85-90. 1785-90-cı illər. 1785-də hansı döyüş?
Kuban. Kuban çay sahilində, yoxsa Alda döyüşü? 85-də Alda döyüşü idi. Mənsur qalib gəlmişdi. El özünə arxayınlığı Kuban çay sahil döyüşdə o məğlubiyyətlə gətirib çıxartdı. Yəni 1790-cı ildə məğlub olmuş oldu. 1864-cü ildə Rusiya hansı ərazinin işğalını başa çatdırdı? Qafqaz. Şimal Qafqazın və ümumiyyətlə Qafqazın işğal prosesini başa çatdırdı. Bəs Cənubi Qafqazın işğal prosesi nə zaman başa çatmışdı? Düşmən. 1829, 28. 28-ci ildə Türkmənçay müqaviləsi ilə, bəli, artıq başa çatdırdı. Hansı müqavilə ilə bunu təsdiqlətdi? Düşmançı. Ədirnə müqaviləsi ilə təsdiqlənmiş oldu. Bəs yaxşı Ədirnə müqaviləsinə təzminat ödəməyə məcbur edilən dövlət? Osmanlı. Ədirnə müqaviləsinin müstəqilliyi tanınan dövlət? Yunanistan. Yunanistan. Muxtariyyət kimlərə verilmişdi? Serbiyaya. Bir də Ma- Moldova və Valaxiya. Montenegro. Moldova və Valaxiya idi. Montenegronun müstəqilliyi nə zaman təsdiqlənir? 78'de. 1870-də Berlin konqresində idi. Tək Çernogoriya yox, başqa hansı dövlətlərə müstəqillik verdi Osmanlı? Yugoslavya. Niyə Yugoslaviya? Niyə Serbiya olmasın, Rumıniya olmasın? Hə. Serbiya nə zaman tamamilə ilhaq etmişdi Osmanlı? 1396. Orada Bulqaristan idi. Serbiyanın ilhaqı. 1389. Aha. Çıx, Sabir. Kosovo. Bəli, 1389 Kosova döyüşündə idi. Sağ ol. Tamamilə orada zəbt etmişdi, ilhaq etmişdi. 1829-da muxtariyyət verdi, 1878-də isə tamamilə müstəqilliğini tanıdı. Bəs yaxşı, Osmanlı'nın Avropadakı nüfuzu tamamilə sarsılır. O birinci Balkan. Birinci Balkandaydı, bəli. Ümumiyyətlə Balkan müharibələr son nəticəsi olaraq. Bəs Afrikadakı son mülkünü itirdi nə zaman? Trabbis müharibəsində. Bəli, Trablus 1911-12-ci ildə. Hansı ərazini itirdi? Livya. Liviyada azadlıq hərəkəti neçənci illərdə oldu? 23-32. 23-32. Bəs yaxşı, Liviyaya 2-ci Dünya müharibəsi gedişatına biz dedik ki, İtaliya qoşun yeritmişdi. 41'de. 44. Təxminən ilə həmin vaxtda düşür. Afrikada cəbhə açan zamanı idi. Tamam. Əl-Alamein döyüşünə vaxt olmuşdu. 1943. 1942. 42-də İngilislərin qələbəsi. İmamət adlı dövlət yaratmışdı özü üçün. Söhbət kimdən gedir? Mənsur. Bəli, Şeyx Mənsur. İngiltərədə təqib olunan puritançılar vardı ki, onlar hansı ölkələrə qaçırdılar? Hollandiya. Bir Avrupa. Viyana. ABŞ yox, Amerikaya. Hələ ABŞ yaranmayıbdı. Hollandiya və Amerikaya. Bəs Hollandiyalı Wilhelmin hakimiyyətə gəlməsi 1688'de. 88-ci ildə. Bəs yaxşı, Qranada əmrliyin süqutundan sonra İspanların hakimiyyətini qəbul etməyənlər hara gedirdi? Onlar da Amerika'ya. Bayağı. Afrikaya. Və hətta Yahudilərin bir qismi Osmanlıda hansı Sultan İkinci Bəyazidin. 2-ci Bəyazidin yanına gəlmişdi, bəli. Hollandiya Wilhelmin qatı düşməni. Otto von Bismarck da onu təcrid edir Avropada. Hansı dövlət təcrid edir Otto von Bismarck? Fransa. Fransanı təcrid edir. Bəli, Hollandiya Wilhelmin qatı düşməni o idi, Fransa idi. Otto von Bismarck da onu təcrid etmişdi. Bəs yaxşı Fransada, daha doğrusu Avropadakı üstünlük nə zaman İspaniyadan Fransaya keçmişdi? Vestfalya'da. Vestfaliyada və o üstünlüyü burada itəcək, Fransanın əlindən çıxacaq. Çünki Bismarck onu Avropadan təcrid edəcək. Amma həmin dövrlərdə hansı dövlətlərdə ki, könüllü formada özləri təcridçilik siyasəti yeridirdi? İngiltere. Bir də İngiltərə idi, bir də Amerika idi. ABŞ özü təcrid olunma siyasəti yeridir axı. Həmin dövrdə. Həmin dövrlərdə ümumiyyətlə Amerika Vaşinqton zamanından etibarən xarici siyasətdə ancaq təcrid olunma siyasəti yeritmirdimi? Öz güc tarazlığı saxlamağa çalışırdı, öz nüfuzunu saxlamağa çalışırdı. İlk dəfə təcrid olunma siyasəti bir tərəfli siyasətdən imtina edir nə zaman? Teodor Roosevelt. Yox, niyə Teodor? Dünya müharibəsində. Bəli, yəni neçənci ildə? 17. ildə. 1917-ci ildə ilk dəfə orada imtina edəcək. Sipahilər hərəkatı neçənci illərdə? 47-49. 57, 59, 1857-59 və həmin vaxtda o gedişatda hansı dövlət süqut eləyir? Böyük Moğol İmperiyası. Moğol İmperiyası neçənci ildə yaranmışdı? 1526. 1526, bəli, həmin dövrdə Moğol İmperiyası da süqut etdi. 1858-ci ildə son nümayəndə 2-ci Bahadur Şah idi. Kraliça Viktoriya Hindistan imperatriçası titulu alır nə zaman? 76. 1876-cı ildə. Bəs yaxşı, deməli Hindistanda nə zaman nazirlik vəzifəsi formalaşacaq? 1989. Sipahlərdən sonra elə. Elə bu Sipahilər Hərəkatından sonra 59-dan sonraki gedişatlarda nazirliklər vəzifəsi formalaşmış olacaq. General qubernator səlahiyyətlərini ləğv edəcəklər, idarəçilik qubernatorda vitse-krala keçəcək və nazirliklər vəzifəsi də formalaşdırılmış olacaq. Ondan sonraki gedişatdaydı. Bəs yaxşı Çində ilk dəfə prezidentli bir respublika sistemi formalaşır. 1911. 11, bəli. Bəs yaxşı deməli, bir də Çində Manjur Çin sülaləsinin dövrü tamamilə bitdi nə zaman? O da elə 11-ci El o da 1911-ci ildə idi, bəli. İstər Taipinlər hərəkatı olsun, istərsə də həmin bu 1911-13 bundan heç bir nəticəsində biz feodal qaydaların ləğv olunduğunu deyə bilmirik. Yəni birdən belə bir sualla rastlaşarsınız. Hindistanda ilk dəfə fəhlə Qaydalar var idi ki, bəli, bəli, Çində var idi. Şərq ölkələrində ümumiyyətlə feodal qaydalar uzun bir müddət davam edib. Yəni bu çıxışların nəticəsində ləğv olundu deyə bilmirik. Onu demək istəyirəm sizə. Bəs yaxşı Hindistanda ilk dəfə fəhlə qanunları nə zaman verilmişdi? 1890. 1890-cı illərdə idi. Kimlərin əməyindən istifadə məhdudlaşdırıldı? Azərbaycan uşaqları. Yeniyetmə və azyaşlı uşaqların. Bəs yaxşı hansı bir prezident idi ki, o yeniyetmələrin və azyaşlı uşaqların əməyindən istifadə tamamilə ləğv etdi? Franklin Roosevelt idi, bəli, tamamilə ləğv etdi. Bəs bütün yeniyetmələri
Müharibəyə cəlb edən nümayəndə kim olmuşdu? Hitler. Hitler olmuşdu. Bəli, müharibənin sonuna doğru idi artıq. Əlatsız qalmışdı. Bəs yaxşı, Bombeydə iş milli toxucu fabriki 1884. 1884. Bəs bizdə nə vaxt olmuşdu? İlk milli toxucu fabriki 1900-də. Bəs 1884-də dedik iki dövlət arasında müharibə başlamışdı. Hansı dövlətlər idi? Fransa ile Çin. Japonya. Fransa ilə Çin idi. Fransa hansı idarəetmə quruluşu dövründə idi? 1884-də. Respublika. Bəli, 3-cü Respublika dövründə idi. 3-cü Respublika dövrü nə zaman bitdi? 1940-da. İkinci Dünya müharibəsi keçərkən 3-cü Respublika bitirdi onunla da. Daha sonra bəs yaxşı. Osmanlı tərəfindən ilk konstitusiya neçənci ildə qəbul edilir? 1876. Bəs yaxşı, Osmanlı arasında yaşayan bütün təbəələr hamısı Osmanlı statusu aldılar. Eyni bir adla tanınma başladı. Bu nə zaman olub? Elə bu konstitusiya ilə olmuşdu. Bəs diktator rejimi quran kim oldu? Osmanlı. Abdülhamid. Bəli, 2-ci Əbdülhəmid neçənci ildə xüsusilə? 77. 78-dən, xüsusilə 78-dən parlamentə qoymasıyla. Bəs ilk dəfə parlament nə zaman çağırılmışdı? 76'da. Yox, 77-də parlament idi, 1877-də. 76 konstitusiya, 77-də parlament, 78-də isə parlamentin qovulması. Hansı müharibə bitmişdi burada? San Stefano sülhü ilə nəticələnən 1877-78 müharibəsi. San Stefanoya görə hansı ərazilər verildi Rusiyaya? Şigar Sərdaxan Batum. Bəs yaxşı, bu ərazilər yenidən geri qaytarmalı idi hansı müqavilə ilə? Erzincan müqaviləsi yox, Brest-Litovsk müqaviləsi ilə. Brest-Litovsk nə zaman imzalanıb? 1918. 18 martın 3-də imzalanmışdı. Bununla da Rusiya tamamilə müharibədən çıxmış oldu. Tamam. 17 Erzincan müqaviləsi. Erzincan və Qafqazda hərbi əməliyyatlar yekunlaşır. Hərbi əməliyyatların başa çatması idi orada. Tamam. Bəs yaxşı, Çar Rusiyasında hansı nümayəndə ki, mətbuat üzərinə, universitetlər üzərinə məhdudiyyətə qadağalar qoydu? Hansı nümayəndə də bu qadağaları götürdü? Birinci Nikolay Goyumov. Aha. Ondan sonra gələn kim idi? İkinci Aleksandr. 3-cü Aleksandr da götürəcək. Bəs yaxşı, xalqlar həbsxanası dövrü kimin dövrüdür? Üçüncü Aleksandr. Bəli. Bir də hansı dövrü belə adlandıra bilərik Rusiya tarixində? Repressiyalar dövrünü. Bəli, Stalin dövrünü, repressiyalar dövrünü belə adlandıra bilərik biz. Repressiyaların zirvəsi hansı dövr idi? 37-ci ildə. 37-ci ildə bir də kimin sənətinin, yaradıcılığının zirvəsi idi? Bəli, hansı opera idi? Koroğlu operası. Koroğlu operası, şah əsər. Bəs yaxşı, deməli, yeni İngiltərə adlandırılan ərazi haraydı? Avstraliya. Niyə Avstraliya? Niyə İngiltərənin Amerikadakı koloniyaları olmasın? Həmin o koloniyaların ərazisi idi. Bəli, koloniyaların ərazisi idi. Oranı ümumiyyətlə Şimali Amerika idi da, oranı Yeni İngiltərə adlandırırdılar. Şimali Amerikada Fransanın da yeganə bir koloniyası vardı, sonra əlindən çıxacaq. Hansı idi? Kanada idi, bəli. Aysa 7-li müharibədə əlindən çıxmış olacaq. Monroe doktrinası kimə aiddir? 23 Remon. James Monroe 1823-cü ildə idi. 1823-cü ildə iki dövlət arasında əməkdaşlıq müqaviləsi imzalanan hansı dövlətlərdir? Osmanlı ilə Qacarlar. Bəli, Osmanlı Qacar. Özdə hansı dövlətin vasitəçiliyi olmuşdu bu? İngiltərə. İngiltərə vasitəçiliyi. 19-cu əsrin sonlarında İngiltərə bu dəfə iqtisadiyyat baxımından, sənaye baxımından hansı dövlətlə rəqabətə girmişdi? Almaniya idi, bəli. Hansı partiya idi? Hətta Almaniyada məhsul gətirməsi məhdudlaşdırılmışdı. Liberalistlər. Liberallar partiyası idi. Bəs deməli, Bosniya-Herseqovina nə zaman Avstriyaya keçir? İcarəyə veriləcək Avstriyaya. Berlində. Neçənci ilə yəni? 78-də. Bəli, bəs nə zaman tamamilə ilhaq eləyəcək? Balkanlarda böhran gedişatı 1908-ci ildə. Həmin vaxtda da dedik, harda burjuya inqilabı baş verdi? Osmanlıda. Bəs harda burjuya inqilabı davam eləyirdi? Yox. Məşrut hərəkatı. Cənubi Azərbaycanda məşrut hərəkatı idi. Neçənci ilə əhatə edilir məşrut hərəkatı? 5-11-ci illər. Versailles konfransını, Paris konfransını ratifikasiya etməyən, yəni təsdiqləməyən hansı dövlət oldu? ABŞ senatı. ABŞ senatı idi, bəli. Səbəb nə idi? Özünün təcrid siyasətinə uyğun gəlmir. Və hansı yaradılacaq cəmiyyətə qoşulmaq istəmirdi? Bəli, elə özünün vasitəsilə yaradılmışdı, amma özü qoşulmamışdı. İngiltərə Fransanın narazılığı olmasın deyə hansı hüququ orada təsdiq eləyəcək? Mandat sistemi, mandat hüququ. Mandat hüququ əsasında hansı dövlətlərə mülk verilir? Belçika, İngiltərə, Fransa. Bir də Yaponiya. Bəs yaxşı, Sevr müqaviləsinə görə hansı dövlətlərə mülk verilirdi, Osmanlı bölüşdürüldü? İtaliya, Aha. Yunanistan, İngiltərə. İngiltərə, Fransa. Bəli, Fransa. bəli, düzdür, bu dövlətlərdir. Bəs bu Sevr müqaviləsinin şərtləri tamamilə ləğv olundu nə zaman? Lozannada. Lozannada tamamilə ləğv edilmiş oldu. Lozannada həmçinin hansı müqaviləndə şərti ləğv edilmişdi? 18-dəki Mudros. Mudros müqaviləsi idi, bəli. Mudros müqaviləsinə görə Osmanlı qoşunları hansı ərazilərdən çıxmalı idi? Hansı dövlətlərin ərazisindən? Bir də Şimali Azərbaycan. AXC ərazisindən də çıxmalı idi. Hüquqların müdafiəsi cəmiyyətinin yaradan kim olmuşdu? Milli qüvvələr səfərbər etmək üçün hüquqların müdafiəsi cəmiyyəti yaratmışdı. Mustafa Kemal. Mustafa Kemal neçənci ildə Nefman azadlıq hərəkatına rəhbərlik edəcək? 1920-ci ildə. 19-da. Azadlıq hərəkatı başlayır 18-də.
Osmanlı sultanı göndərir Mustafa Kemal ki, getsin onlar tərk silah eləsin, hərəkatı yekunlaşdırsın. Amma Mustafa Kemal gəlir, özü başçılıq edəcək, hüquqlar müdafiə cəmiyyətini təşkil edəcək, bir səfərbərlik yaradır da, bir yerə yığmaq üçün qoşunları. Sonra da Sivasda konqres çağırmış olacaq, Milli Konqres. Burada da məqsəd həmin bu qurtuluş hərəkatını bir mərkəzdən idarə etməkdir. Tamam. Bəs bu Sivas konqresində olan iştirak edən Osmanlı deputatlarını sonra kim qovacaq? Hansı qüvvələr qovacaq? Dağıdacaq bu konqresi. İngiltərə, Fransa, İtaliya. Bəli. Daha sonra 1926-cı ildə Millətlər Cəmiyyətinə qoşulan dövlət Almanya idi. Dağış planı neçənci ildə idi? 29. Böyük dəyənək siyasəti 1924. Böyük dəyənək siyasəti. Theodor Roosevelt. Bak belə qanda var. Aha, Theodor Roosevelt'də idi. Bəs yeni demokratiya dövrü kimin dövrüdür? Nixon. Yox, yeni demokratiya. Reagan'da değil. Woodrow Wilson'daydı. Bəs ilk respublikaçı prezident Amerikada? İlk respublikaçı. Aha. Franklin Roosevelt. Niyə Abraham Lincoln olmasın ki? Franklin Roosevelt'ə qədər heç mi respublikaçı olmuyor və Franklin Roosevelt həm də demokratik respublikası deyil. Abraham Lincoln O demokrat olmasına baxmayaraq milliləşdirmə. O Theodor Roosevelt. Demokratlar milliləşdirmə yeridir. Müjgan qarışdırma. O respublikaçılardan ki, Theodor Roosevelt respublikaçı olmasına baxmayaraq dövlətin tənzimləyici rolunu artırma siyasəti yeridirdi. Qarışdırma onları. Tamam. Bəs Amerikan işi biznesi şüarı kimə aiddir? Calvin College'də idi. Yeni iqtisadi siyasət kimdədir? Nixon. Richard Nixon. Bəs bizdə neçənci ildə qəbul edilmiş? Rus ümumiyyətlə neçənci ildə qəbul edib belə bir qərarı? 21-25. Bəli, 21-25-ci illərdə. Tamam. Deməli, konveyer iş sistemi kimdə idi? Calvin College'də idi. Calvin Coolidge hansı ərazilərdə Amerikanın nüfuzunu artırdı xarici siyasətinə görə? Hansı adalardaydı? Strateji mövqeyini möhkəmləndirmişdi? Kuba. Yox. Filippin, bir də Havay adaları. Havay adasında Pearl Harbor bazasının partladılması 41-də. 1941 dekabr ayında və bununla da Amerika 2-ci Dünya müharibəsinə qoşuldu. Yeni xətt siyasəti kimdədir? Roosevelt yeni xətt siyasətini nə vaxt zəiflətdi? Bəli. Yox, 33-də verdi, 37-də zəiflətdi. Bütərli yaxına qanun 35. 1935. Bəs yaxşı bu qanunla Lentnizlə bir növ yumşaltdı. Nə zaman? 1941-ci ildə. Lentniz qanununa görə, Böyük Britaniya sonra Rusiyaya kömək edir. yəni ümumiyyətlə özünə təhlükə hesab etmədiyi, bəli, özünə təhlükə hesab etmədiyi dövlətlərə yardım göstərməli idi. Daha sonra ulduzlar müharibəsi strategiyası hansı Amerika prezidenti dövründə idi? Reagan. Panamaya müdaxilə kimdə idi? Ata George. George Bush. Bəli. Bəs yaxşı, Weimar Respublikasının qızıl dövrü neçənci illərdir? 24-29. 24-29. Həmin dövrdə hansı dövlətlərdən borc almışdı? ABŞ-dan ABŞ, bir də İngiltərədən borc almışdı. Bəli. Pivəxana qiyamı nə zaman olacaqdı, amma baş tutmur? 23. 23-cü ildə. Ondan qabaq harda qiyam olmuşdu? Bundan fürsət kimi istifadə edirlər? Hansı üsyandan? Çin. Hamburg üsyanı idi. Bundan fürsət kimi istifadə edəcəklər və pivəxana qiyamı baş vermiş olacaq. Amma daha doğrusu başlatmış olurlar Münhində qiyamı, amma baş tutmayacaq. Daha sonra hansı hadisədən sonra Hitler düşünür ki, zorakı yolla yox, xalqı öz tərəfinə çəkmək hakimiyyəti ələ ala bilər ancaq. Yəni bu qiyamdan sonra. Elə bu hadisədən sonra həbs atılır, həbsdən qaçır və ondan sonra belə bir siyasət yeridir. Gestapo rejimi nə zaman qurulub? 33. 33-cü ildə. Almaniyanın führeri Hitler. Hitler Həmkarlar İttifaqının fəaliyyətini dayandırır yoxsa genişləndirir? Dayandırır. Bəli, dayandıracaq. Bəs yaxşı Alman mülkləri vardı. Müstəqilliyi olan Alman mülkləri vardı. Onların müstəqilliyini saxlayır yoxsa ləğv edəcək? Yox, saxlamır. Onda ləğv edir. Bəli. Elə bir federal imperiyanın tərkibində, daha doğrusu federal dövlətin imperiya demiş, federal dövlətin tərkibində öz muxtariyyətini saxlamış ərazilər var, torpaqlar var ki, onların hamısı muxtariyyətini ləğv etmiş olacaq. Tək partiyalı sistem yoxsa çox partiyalı sistem? Tək partiyalı. Hakimiyyət bölgüsü sistemini qəbul edirdi yoxsa rədd edirdi? Rədd edirdi. Fərdi azadlıqları üstünlük verirdi yoxsa ona qarşı çıxırdı? Qarşı çıxırdı. Almaniyada, daha doğrusu bundan qabaqçı Almaniyada kim idi? Azadlıqlar, parlament sistemi bunlara qarşı çıxırdı. Otto von Bismarck. Bəli, orada da Bismarck da var idi. Yahudilərə qarşı qətliam siyasəti yerdən Hitler. neçənci ildə idi xüsusilə? 38'de. 38-ci ildə idi yahudilərə qarşı sırf qırğın siyasəti yeridirdi. Tamam, bəs yaxşı. Xalqı və dövləti müdafiə etmək adı altında bir fərman imzalatdırmışdı. Kimə? Hindenburg'a və bununla da hansı qanun qüvvədən düşdü? Weimar Konstitusiyası bəli qüvvədən düşmüş oldu. Kornilov qiyamı nə zaman olub? 34. Yox, Kornilov qiyamı. Hansı rejimi devirməyə çalışırlar? Harda olmuşdu ümumiyyətlə bu qiyam? Rusiyadaydı. Müvəqqəti hökuməti devirməyə çalışırlar avqust ayında, 17-ci ilin avqustunda, amma baş tutmadı. Bəli, baş tutmadı. Bəs yaxşı, fəhlə və əsgər deputatlar Sovetini dəstəkləyən kimlər idi? Əhali təbəqəsi baxımından. Kəndlilər. Kəndli aşağı təbəqə, fəhlə və kəndlilər idi. Müvəqqəti hökumət dəstəkləyənlər, onların əsas dayağı, bəli, burjuaziya və mülkədar təbəqəsi ki, onlar dəstəkləyirdilər. Vətəndaş müharibəsini neçənci illərə əhatə edir Rusiyada? 18-20. Bəli, Brest-Litovsk müqaviləsindən sonra başlamışdı. Rusiya müharibədən çıxdıqdan sonra may ayında başlamışdı. Bəs yaxşı, RSFSR nə zaman formalaşdı? 1918. 18-ci ildə konstitusiya qəbul edildi. Rusiya Respublikasının ilk konstitusiyası və bununla da deməli, Rusiyada artıq RSFSR formalaşmış olacaq. Rusiya Respublikası demişkən, nə zaman Respublika elan olunur ki? 24. 17-ci ilin Bəli, sentyabrın 1-də idi. Bəli, Rusiya Respublikası sistemi formalaşmışdı. Qalib gəlmiş sosializm konstitusiyası neçənci il aiddir? 1936 ikinci konstitusiya. Bəli, ikinci konstitusiya 36-cı ildə. Bəs yaxşı, Rusiya nə zaman, SSR nə zaman Millətlər Cəmiyyətinə qoşulur?
34'te koşulur. 34-də qoşulacaq hansı dövlət buna icazə verir? Abr Abr. icazə vermişdi 33'te. 33-də müstəqilliğini tanımışdı, icazə vermişdi. Bəs yaxşı mehriban qonşuluq siyasəti kimdədir? Theodore Roosevelt. Theodore yoxsa Franklin Roosevelt? Franklin. Franklin Roosevelt'də idi. Bəs hansı dövlətlərin təhlükəsindən qorunmağa çalışırdı? Latin Amerikasını. Almanya, İtalya, Bir də və Yaponiya. Yaponiya hər üçü də revanşizm siyasəti yeridən dövlətlərdir. Napolyon müqaviləsi 22. 1922 hansı dövlətləri iqtisadi blokadadan çıxartdı? Almanya, Rusya. Rusiyanı, bir də Almaniyanı iqtisadi blokadadan çıxartdı. Bəs yaxşı Almaniya nə zaman digər iki bərabər hüquqlu dövlət kimi tanındı artıq rəsmən? Reyn təminat sıfatında 25'te. Xüsusilə millətə cəmiyyətin qoşulması ilə biz bu ifadəni işlədəcəyik. Çünki təsdiqlənəcək orada tam formada. Antikomiterin paktı neçənci ildədir? Antikomiterin paktı 36-cı ildə hansı dövlətlər arasında imzalanmışdı bu pakt? Almanya, İtalya, Almaniya ilə Yaponiya arasında imzalanmışdı. Sonra hansı dövlətlər qoşulur bura? İtalya, Macaristan, bir də İspanya. İspaniya idi. Streza konfransı neçənci ildə? 35. 35-də hansı dövlətin təhlükəsizliyi təminat altına alınırdı? Avstriya. Avstriyanın. Streza konfransı harda çağırılmışdı? İtaliyada. Bəs yaxşı, Sovet hökuməti nə zaman Litva, Latviya, Estoniya əraziləri tutur? Qış müharibəsində. Qış müharibəsi gedişatındaydı. 40-cı ildə xüsusi həmin əraziləri tutacaq. Besarabiyan kimdən alır? Rumıniyadan. Rumıniyadan almışdı, bəli. Rumıniyadan almışdı. Osmanlıda nə vaxt almışdı Besarabiyanı? 12 Buxarest. Bəli, 1812 Buxarestlə. Almanlar nə zaman Kale limanını ələ keçirdir? 1940. 40-cı ildə, bəli. Kale limanı ələ keçirdilər. Kale limanı 100 illik müharibə gedişatında kimdə qalmışdı? İngiltərədə. Fransa. İngiltərədə idi. Ukrayna ilə Rusiya arasında, Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq müqaviləsi nə vaxt imzalanır? 99. 1999 Azad Dünyanın son qalası. Böyük Britaniya. Büyük Britanya. Aha, müttəfiq qüvvələrin deməli Pəhləvi ərazisinə daxil olması və onun torpaqların bölüşdürülməsi 1941-ci ildə idi, bəli. Şimal Rusiyada, cənub isə İngiltərədə qalmışdı. 41-ci ilin aprelində hansı dövlətlər arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalanır, bir-birlərinə hücum etməyəcəyinə dair təminat verirlər? Yaponiya, Rusiya. SSR idi, bəli. Tehran müqaviləsi 43. müqavilə 1814. Amma Tehran konfransı 43. o 1943-cü ildə, bəli. Daha sonra dünya tarixində ilk dəfə atom nüvə silahından istifadə edən dövlət ilk dəfə ABŞ idi. 1945 Abr. Yaponiyaya qarşı istifadə etdi. Bəs yaxşı, Franklin Rooseveltin deportasiya siyasəti 42. 42-ci ildə idi. Kimləri deportasiya etdi? Yaponiya. Yaponların mühacir axınının qarşısını tamamilə dayandıran kim olmuşdu? Calvin Coolidge. Calvin Coolidge də vardı, bəli. Bəs yaxşı, 2-ci Dünya müharibəsindən sonra hansı Amerika prezidenti idi ki, mühacir qanunu vermədi, təsdiqləmədi bu qanunu mühacirətlə bağlı? Lyndon Johnson. Lyndon Johnsondaydı. Firavanlıq dövrü kimin dövrüdür? Truman. Harry. Bəli. Ədalətli xətt siyasəti. O da Truman. Bəs yaxşı, müharibədən sonra ümumiyyətlə bu ordunu tərxis eləyərək onların hamısını işlə təmin edən kim olmuşdu? O da Truman. Ucuz mənzil tikintisi kimdədir? Nə? Ucuz mənzil tikintisi. 60-70 illərdə Yo, yo. Türkiyədə var idi. Orada mənzil tikintisi deyildi, gecə qondular idi. Türmində idi burada. Ucuz mənzil tikintisi. Bəs Azərbaycan tarixində yadınızda salan görə ilk dəfə çox mərtəbə binaların tikintisi həyata keçirilir. 5-9 mərtəbə binalar. Xruşov dövründə. Azərbaycanda. Ümumiyyətlə Xruşovun zamanlarına düşür, amma Azərbaycanda İmam Mustafayev və Laxındov tərəfindən bu dövrdə İmam Mustafayevin dövrü xüsusilə onun dövründə düşəcək 50-60-cı illər aralığında. İlk dəfə mənzil tikintilər, bina, çox mərtəbə binaların tikintisi. Atom diplomatiyası kimdədir? Harry Truman'da. Harry Truman'da idi. Bəs yaxşı, işsizlərə müavinət verən Amerika prezidenti müavinəti kəsən kim oldu? Nixon verir, Reagan kəsir. Bəli. Amerikada hansı prezident idi ki, deməli, yoxsullara görə vergi vermişdi? Yoxsulların bütün vergilərini ləğv edir. Hansı Amerika prezidenti ki, varlar üzərinə vergi qoyur? Obama vergi qoyur varlar üzərinə. Bəs bütün yoxsulların vergisini ləğv edən kim oldu? Reagan. Bəli, Ronald Reagan. Bəs yaxşı, Yunanıstanda kim idi yoxsulların vergi borclarını ləğv edən? Perikl. Solon idi. Xüsusilə də Afina tarixinə biz deyəcəyik. Bəs yaxşı, Azərbaycan tarixində hansı nümayəndə idi hökmdardır ki, rəiyyət və sərnişinlər dövləti olan vergi borclarını ləğv etmişdi? İkinci Abbas. Bəli, Şakir Abbasdaydı. Ədalət divanı siyasəti yeritmiş və deməli rüşvətxorluqla məşğul olan məmurların da mülklərini müsadirə etmişdi. Soyuq müharibə kimin dövründə bitir? Hansı Amerika prezidentinin dövründə? Atatürk. Ata George Bush. Yalançı bahar neçənci ildə idi? Ərəb bahar siyasəti. 2010-da hansı dövlətlərdə diktatura rejimi devrildi? Misir, Aha. Libya, Tunis. Bəli, Misir, Liviya və Tunisdə idi diktator rejimin devrilməsi. Sonra o son 10 ildəki vergilərin aşağı-yuxarı hədlərini müəyyən edən kim oldu? Balaca. Yəni oğul Bush'un zamanındaydı, tamam. 2001 hadisələrindən sonra çox qütblü yoxsa tək qütblü dünya nizamı qurulacaq? Çox qütblü dünya nizamı. 5 günlük müharibə deyəndə hansı müharibə nəzərdə tutulur? Rusya, Gürcüstan. Rusiya Gürcüstan müharibəsi idi, bəli. 4 günlük hərbi əməliyyat, aprel hadisələri, Rusya, Krım. aprel hadisələri 2016, bəli. Birindən ikisinə keçən gecə 5-də də yekunlaşmış olacaq. Tamam. Şimali Koreya, Cənubi Koreya termini formalaşdı. 1952'de. 45-dən formalaşdı. Təsdiqlənməsi 53. yox. 48-dən təsdiqlənəcək. 48-də.
Çünki artıq Koreya Respublikası, Koreya Xalq Demokratik Respublikası formalaşırdı. 53-də amma Cenevra müqaviləsi bu Krım, daha doğrusu Koreya müharibəsini yekunlaşdırdı. Yaxşı, soyuq müharibə dövründə Amerikanın deyir ki, 2 Asiya müttəfiqi var idi. Asiya qitəsindən 2 müttəfiqi. Hansı dövlətlər götürərik? Yaponiya, Türkiyə deyir. Türkiyə yox. Türkiyə tam Asiya qitəsində düşmür axı. Yaponiya ilə Pakistan. Yeganə müsəlman müttəfiq hansı idi? Pakistan. Nüvə silahına malik yeganə müsəlman dövlət hansıdır? O da elə Pakistan. Pakistan idi. SSR nə zaman Əfqanistana qoşun yeritdi? 1979-da. Bəs yaxşı, ABŞ nə zaman Əfqanistana qoşun yeritmişdi? Taliban rejimi. 2001-də idi, bəli. 2003-də hara qoşun yeritdi? İraq. İraqa. Talon sistemi və vergilərin artırılması məsələsi hansı partiyanın nüfuzunu sarsıtdı? İngiltərədə. Bəli, Etli hökumətin nüfuzunu sarsıtdı. Tamam. Bəs yaxşı, İngiltərədə hansı hökumət idi ki, o dövrdə artıq dünya maliyyə sahəsində birinci yerdə, ümumiyyətlə önəmli yerdə dayanırdı. Amerika ilə eyni yerdə dayanırdı demək olar ki. Mühafizəkarlar 24 il. Bəli, sadəcə olaraq sonradan 29-da böhran İngiltərəni biraz aşağı pilləyə endirmiş oldu. Bəs yaxşı, hansı hökumət idi o dövrdə Birinci Dünya müharibəsindən sonra sərt siyasət, sərt büdcə siyasəti yedirdi? O da mühafizəkarlar. O da deməli mühafizəkarların zamanındaydı, bəli. İlk dəfə olaraq tətil hərəkatı haqqında qanun veriləcək, ləğv ediləcək tətil hərəkatına. 27-də. 27-də bu nə ilə bağlı idi? Nə zaman tətil hərəkatı? 1926 kömür mədənçilər, şaxtaçıların tətilləri olmuşdu. Çünki verilən vədlərin heç birini yerinə yetirmirdilər. Hansı hökumət idi ki, Respublika sistemini daha çox dəstəkləyirdi? Birinci hükümet. Liyorços hökuməti idi. Bəli, liberallar Respublika sisteminə ona da qarşı mühafizəkarlar çıxmışdı. Qəbul etmək istəmirdilər. Bəs yaxşı, Rusiya ilə münasibətləri yenidən qaydaya salan kim olmuşdu? İkinci Leborist mühafizəkarlarsa. Mühafizəkarlar qaydaya salacaq, bəli. İkinci Labour'da davam edəcək, amma deyir, nə qədər olmasa da yenə də arada biraz soyuqluq var idi, sıx münasibət yox idi. İngiltərə Fransa istədi ki, SSR-lə münasibətləri artıq tamamilə qaydaya salsınlar və onunla yenidən bir ittifaq qursunlar, amma sonra deyir gözlənilmədən bir hadisə baş verir. Yəni nə hadisəsi idi bu? 39-da Almaniya Bəli, Molotov-Ribbentrop iki zidd ideologiyanın bir-birlə bir ittifaqda birləşməsi idi. Hansı monarxiya dövləti idi? Respublika dövlətinə yardım göstərdi. Bu da tarixdə görünməyən hadisələrdən biridir. Azərbaycan tarixi. Osmanlının AXC yardım göstərməsi. AXC Respublika Osmanlı monarxiya dövləti. Bu da tarixdə hər saat görünmür ki, monarxiya dövləti Respublika dövlətinə yardım göstərsin. Otto von Bismarck Fransada Respublika idarə sistemini dəstəkləyirdi yoxsa monarxiya sistemini? Respublikanı. Çünki monarxiya dövlətlərlə istəmirdi ki, Fransanın əlaqəsi qurulsun. Ona görə Respublika sisteminə önəm verirdi. Margaret Thatcher sərt maliyyə siyasəti yoxsa geniş bir siyasət idi? Sərt maliyyə. Hansı Amerika prezidentində demişdi ki, büdcə qənaət siyasəti yeridirdi? Qənaətli büdcə. Hardingdə deyək. Orada var idi. Daha sonra, bəs Margaret Thatcher sosial sahə olan xərcləri artırdı yoxsa azaltdı? azaldır. Azaltı. Azaltmış olacaq, bəli. İlk baş nazir qadın. Qabilə. Falkland böhranı, Böyük Britaniyadan söhbət gedirdi. Bəli, Falkland böhranı 1982-ci ildə idi. Yox, yekunlaşdırılıb. 1982-ci ildə Azərbaycanda hakimiyyət dəyişikliyi oldu. Kəmrə Bağırov gəlir. Bəli, Heydər Əliyev gedəcək, Kamran Bağırov gələcək. Daha sonra Charles de Gaulle milliləşdirmə yoxsa özəlləşdirmə siyasəti? Özelleştirme. Milliləşdirmə siyasəti. Əvəz ödənməklə yoxsa əvəzsiz? Əvəz ödənməklə. Avropa Şurası nə zaman yaradıldı? 57-ci ildə. Avropa İqtisadi Birliyi idi. Avropa Şurası 49-da. 1949-da. Fransa'da rol olmuşdu burada. Avropa İqtisadi Birliyi Avropa Birliyinə çevrildi. Neçənci ildə? 1991'de 91-də hansı dövlətin müqaviləsi əsasındaydı? Müqavilə imzalamışdı, hətta bundan bağlı deyir. Elə Fransa idi də, Mitterrand hökuməti idi. Bəs yaxşı, Azərbaycan rəsmi olaraq Avropa Birliyinin üzvüdür. Yox, rəsmi olaraq. Hansı proqramlar əsasında deyir, əməkdaşlıq eləyir? Yeni şərq siyasəti və yeni qonşuluq siyasəti. Əməkdaşlıq eləyir. Yeni şərq siyasət demişkən hansı dövlətdə də vardı belə bir siyasət? Willy Brandt. Bəli, Willy Brandt hökuməti, koalisiyalı hökumət. Azərbaycanda heç koalisiyalı hökumət hansı olub? AXC-də üçüncü hökumət idi, bəli. Bəs yaxşı, yeni şərq siyasətinə görə Şərqi Avropa yoxsa Qərbi Avropada sərhədlər tanınır? Şərqi. Şərqi Avropadakı. Hansı dövlətlə əlaqələr yaradılır? ADR. ADR idi. Bəli. Bəs Qərbi Berlin yoxsa Şərqi Berlin statusu müəyyən edilmişdi? Qərbi Berlin. Qərbi Berlinin statusu müəyyən edilir. Şərqi Avropadakı da müharibədən sonraki sərhədlər tanınmış olur. Bəs yaxşı, Almanya birləşdikdən sonra əhalinin sayına görə neçənci yerdə dayanır Qərbi Avropada? Birinci yerdə. Bəs ərazisinə görə Üçüncü. üçüncü yerdə dayanırdı. Rusiyada Kartoshka sistemlər qondu nə zaman? SSR-də, 47-də. Yenidən bərpa edən kim olmuşdu? Gorbaçov. SSR tarixində ilk prezident Qarbaçov idi. Birinci Çeçen müharibəsi neçənci illərdə? 94-96. 94-96-cı ildə. İkinci Çeçen müharibəsi 99-2009. 99-2009. Sevastopolda hərbi dəniz bazası icra etmək hüququ aldı Rusiya nə zaman? 94. 97 bu hüquq aldı. Budapeştdə artı nüvə silahının yayılmamasına bağlı müqavilə nə zaman imzalandı? Budapeşt 90.
94'te idi. Hansı dövlətlər də dedik bu müqaviləyə qoşuldu? Ukrayna ilə Belarusya. Belarusiyani sildirdik, Qazaxıstan elədik. Ukrayna ilə Qazaxıstan idi. Bəs yaxşı Ukraynada nə zaman, daha doğrusu Krımda nə zaman prezident vəzifəsi ləğv edildi? 2014. Prezident vəzifəsinin ləğvi 1994 Ukrayna Radası tərəfindən ləğv ediləcək. Onlar çıxışlar edirdilər axı, Rusiya birləşmək istəyirdilər. Bəs yaxşı azadlıq meydanında Krımda nə zaman hərəkət olur Ukraynada? Hakimiyyət əleyhinə etiraz aksiyası olur. 2013. 13-cü ildə idi. 13-də. Bəli, bizdə də 91-ci ildə azadlıq meydanında hərəkət, bir də 88-ci ildə, əgər xatırlayırsınızsa. Daha sonra bir də deməli, Rusiya nə zaman Abxaziya və Cənubi Osetiyanı öz nəzarət altına aldı? 5 gün müharibə. 5 günlük müharibədə, 28-ci bəli, il. Gürcüstan da orada nüfuzu sarsılmış oldu artıq. Türkiyə nə zaman 2-ci Dünya müharibəsinə qoşuldu? 45. Konstitusiya məhkəməsi nə zaman yaradıldı? 45 gün. 61-ci ildə 2-ci konstitusiyanın qurulması ilə Həmkarlar İttifaqı nə zaman təşkil edildi Türkiyədə? Elə həmin vaxtda 61-ci ildə. İcra hakimiyyəti səlahiyyəti artırıldı yoxsa azaldıldı? Azaldıldı. Vyetnam müharibəsi neçənci illərdə idi? 65-73. 73-də müharibənin yekunlaşdıran hansı Amerika prezidenti? Nixon. Richard Nixon idi. Bəli, 73-də başa çatdırdı. Böyük Sırayış proqramı neçənci illərdədir? 58-61 Tayvan dövləti yarandı. 58-ci illərdə. 44'te ya. 1949. 44-də hansı dövlət yaranmışdı? Neçədə? 44-də 1944. 5 illik 44-49-cu illər. Uygurlar ya. Bəli, Şərqi Türkistan Respublikası Uyğurlar yaratmışdı. 49-da da son qoyulacaq. Sincan Uyğur hadisəsi neçənci ildə? 2014. 2017. 2014-də. Hansı dövlətlər də müdaxilə etdi buna? ABŞ, Kanada, İngiltere, Bir də Fransa idi. Fransa. Dünyanın ən böyük megapolisi Tokyo. Tokyo. Tokyo hesab olunurdu. BMT hansı konfransda yaradıldı rəsmən? San Francisco. Bəs yaxşı, Yaponiya ilə bağlı San Francisco müqaviləsini imzalamayan dövlətlər? 52-ci ildə Çexoslovakiya, Polşa, bir də Çexoslovakiya. SSR idi. Bəli, SSR. Orada ümumiyyətlə 2-ci Dünya müharibəsində iştirak edən dövlət, Yaponiya ilə müharibə aparan hansı nə qədər ki dövlətlər var. Bax onlar iştirak eləmişdi orada San Franciscoda. Birdən yazarlar Çində iştirak edib. Axı Çinin adı faktiki çəkilmir. Ümumiyyətlə 52 dövlət deyirik. Bir dənə də Türkiyənin adı çəkilir ki, hətta Türkiyə də vardı. Bəli, biz götürəcəyik, Çini də götürəcəyik. 52-ci il işğal rejimi ləğv edildi Japonya. Yaponiyada. Daha sonra bəs yaxşı 52-ci ildə NATO-ya qoşulan Türkiye. Fidel Castro başçılığı altında hərəkat Kuba'da 59-60 59-60-cı ildə SSR-ə yaxınlaşdı yoxsa ondan uzaqlaşdı? yakınlaşır. Bloklara qoşulmama hərəkatı 1961. 61-ci ildə yaradılan hansı dövlətlər? Misir, Yugoslavya, bir də Hindistan. Hindistan idi. 89-cu ildə azad seçkilər keçirildi. Polşa ilə Aha. Avstriya. Macarıstan, Polşa və Macaristandaydı. 47-ci ildə Sovet modelli rejim yaradan zaman hansı dövlət qoşulmadı bura? İmtina etdi. Yugoslavya. Bəli, Praqa baharı neçənci ildə oldu? 68. 68-ci ildə 1968. Moskva oyunları boykot edildi. 1980 Kipr böhranı 74. 74. Ondan sonra hansı dövlət quruldu Türkiyənin nəzarəti altında? Şimali Kipr Respublikası quruldu. C20 təşkilatı 1999. Varşava müqaviləsi təşkilatı nə zaman dağıldı? 1991-ci ildə. Nüvə silahlarının ləğvi haqqında müqavilə təsdiqlənir. Yaxın müddət məzədə çəkilir. 87-də təsdiqlənir. Sualınız var? Sağ olun. Sağ olun.